Hətta çay geri qoydular etməyə. Mən bu məhsullara həqiqətən müqəddəs baxıram. Mənim zamansız atamı itirmişəm 7 yaşında ürək infarktından. Demək olar, zamanında bilməmişdə qan qatılığı olub, o qanında toplaşması çox olub, yəni ürəyində stentli olmadan, yəni yoxlarlar dedilər ki, bu adamın ürəyində toplaşma çoxdan gedilmiş bilməmişdir. Mən zamansız atamı itirəndə mənim anamın 8-9 il təzyiq xəstəsi olub anam. Anam 2 məhsul həyatı döndərim. Mən ailə başçısından atamı itirmişdim, anamı itirməyə hazır deyildim. Çünki bir bacım tək böyrəklidir, böyrək xəstəsidir və qardaşım da qazidir. Bunları, yəni mən hər birinin qarşısına çıxa bilməzdim. Çünki mənim ailə başçısı valideynlərimin birini itirmişəm, bilməmişik də, yəni elə bir vasitə olmuyor. Olsa nələr pullar tökərdim, nələr etməzdim ki, mənim valideynim atam yaşasın. Bugünkü gün də özüm də sakit şəkildə danışım, əvvəl danışanda atamdan çox ağıl verdim, həyəcanlı səsim titriyir. Bu ikram məhsulu mən daimi istifadə edirəm. Çünki yaşadığımız həyəcan, stres, paniklər insanları xəstə salır və öz həyatlarına davam edə bilmirlər. Bugün gün də mən ailəmin yanındayım, TNS şirkətində o qədər ölənə kimi bu TNS şirkətində yəni mən gələcəm, gedəcəm bu insanlara və bu şirkətə, bu məhsullara daimi təşəkkür edirəm və doğmalarınızda